Yumruq Medianın əziz izləyiciləri, salam əleykum. Bir daha sizin hüzurunuza gəlmişik və istəyirik ki, yeni dünya düzəni və hal-hazırda cəbhənin, atəşkəsin və olayların detallarını, təfərrüatını və ümumiyyətlə gedişatını müzakirə edək. Hər şeydən öncə bu bayram münasibətilə sizi təbrik edirəm və ümid edirəm ki, növbəti il Qədirxum bayramında İnşallah İmam Zaman ağanın zuhuru ilə və huzuru ilə keçirək. Mən də öz növbəmdə hər kəsi salamlayıram və başda elə İmam Zaman ağa olmaqla səni və izləyicilərimizi bu Allahın ən böyük bayramı sayılan, İslamın ən böyük bayramı sayılan Qədirxum münasibəti ilə təbrik edirəm. Allah razı olsun, təşəkkür. Bu il Qədirxum bayramı, diqqət etsən, bir növ ayrı ab-hava daşıyır və Tehranda bu kilometrlik yol ki, Qədirxum bayramı münasibətilə hər il orada bir mərasim keçirilir. Bu il tam ayrı bir ab-hava yaşadı və nəinki Tehranda, mən elə düşünürəm ki, tarixi bir Qədirxum bayramı oldu. Çünki keçən il Qədirxum bayramının məhz gecəsi idi ki, 12 günlük müharibə başladı İsrailin İrana qəfil hücumu ilə və hal-hazırda da yəni tam bir il keçdi. Bu bir ildə 3 müharibə oldu. Bir 12 günlük müharibə, bir İranda olan ixtişaşlar və sonra da 40 günlük müharibə. Çoxlu şəhidlər verdi İslam dünyası və Şiə cəbhəsi, çoxlu itkilər verdi, amma əldə etdikləri təbii ki, o itirdiklərindən daha çox oldu və bütün dünyaya Şiə məktəbini tanıtdırdı. Şiə məktəbi qan verir, Şiə məktəbi canından keçir, özünü fəda edir bu məktəb üçün və bu bayraq üçün və hər şeydə elə, necə deyirlər, böyüklərimiz deyirlər ki, Qədirdən başladı. Hər şey Qədirxum hadisəsindən başladı və bu günə dək davam edir. Tarixi bir Qədirxum yaşanır məncə. Çox gözəl yerdən başladım. Yəni həqiqətən bu ümumi mövzulara qərar idi toxunaq. Bəli. Gedişat nə yerdədir, yeni dünya nizamı və düzəni barəsində fikrimdə bir neçə variant versiyaları var idi ki, ümumi şəkildə istəyirdim əvvəldə sayam ki, yeni dünya düzənini göstərən faktorlar baxımından. Amma Qədirxumla başladı deməyin, mənim yadıma elə dedim, o versiyaların hamısından öncə ilə ən gözəl versiya budur ki, buna toxunam. Bizdə bir söz var, tarix təkrarlanır məsələsi deyirlər. Müxtəlif misallar vururlar tarix barəsində. Amma mən həmişə demişəm ki, tarix təkrarlanır sözü tarixin xronoloji ardıcıllıq olaraq baxanda belə görünür ki, tarix təkrarlanır. Zahiri, primitiv baxanda. Amma tarixin bizim gözümüzdə təkrarlanmasına səbəb o tarixdə baş verən hadisələr və bu baş verən hadisələrdə əsas rol oynayan cəmiyyətlər və insanlardır. Bəli. Və xülasə desək, cərəyanlardır. Qədirxumla gözəl başladın ki, bugünkü gedişatı Qədirxum bizə daha yaxşı məna eləyər. 2 mərhələyə baxsaq, bir Qədirxumun tarixi baxımdan, belə deyildi, həmin dediyim xronoloji baxımdan, öz 1400 il bundan öncəki tarixinə baxanda, əslində Qədirxum hadisəsi baş verəndə Allah Peyğəmbərinə ki, ayə göndərdi ki, bəlliğ mə unzilə iləykə min Rabbik, sənə nazil olunanı Rəbbindən mütləq de, yəni nə? Bütün əhl-i sünnə və şiə yekdil olaraq deyirlər ki, tarixdə Əlinin hakimiyyəti. Qədirxum İslamın sadəcə etiqadi, məzhəbi filan bölmələr, fiqhi bölmələri deyildi. Qədirxum birbaşa siyasət idi. İslamın siyasi çehrəsi, ictimai və siyasi. Sosial bazanın güclənməsi və İslami prinsiplərin yayılması üçün siyasi bir çehrə idi və Allah sanki Qədirxumda hüccəti tamam elədi ümmətə. Ki, ümmət, baxın, ona görə onun arxasıca əleyhissalama 3 günkü beyyət başladı. Orada Allah ayə göndərdi ki, Əl-yəvm əkməltu ləkum dinəkum. Peyğəmbər bunu elan eləyəndən sonra ki, məndən sonra Əlinin siyasi hakimiyyəti və ictimai hakimiyyəti başlayır. Orada Allah ayəni göndərdi ki, artıq dininiz kamilləşib, kafirlərdən qorxmayın. Fəxşəvni.
məndən çəkinin. Artıq kafirlər məyusdur. Beləcə, amma şərti nədir? Onlardan qorxmayın, məndən qorxun dedi Bəli. Allah. Yəni məndən çəkinsəz, kafir, mafir filan bu işlər getdi öz işinin dalıyca. Onlar şeytani dinlərini təbliğ eləmək istəyir. Bu mərhələdən başladı, amma ümmət yenə özünü itirdi. Muhərrəm hadisəsi qabağa gəldi. Həmin Əlinin balasının hadisəsi ki, Aşura hamı bilir. Tarixdə ilk dəfədir ki, biz istəyirik bugün düzəndən danışaq. İlk dəfədir ki, yeni dünya düzəni Əlinin hakimiyyətini qurmaq tendensiyası üzrə son bir ildə baş verir. Yəni deyə bilərik ki, siyasi hadisə İslam o vaxtdan bitmişdi və yeni diksədir. Əhsən, çox gözəl. Bax elə ona görə deyirəm ki, gözəl bir nöqtədən başladın. Bəli. Yəni bu nöqtəni dərk eləmək kifayətdir bizə. Biz adətən indi içi mən özüm qarışıq. Bəzən baxırıq siyasi təhlil filan, istəyirik ki, elə bir proqnoz deyilsin, nə bilim, filankəsi bu cür vurdu. Nəsə bir şad xəbər eşitdik. Bu təbiidir, amma bu şad xəbərlərin çoxalması üçün öz fəaliyyətimiz lazımdır. Öz fəaliyyətimizin dərinləşməsi üçün bax bu Qədirxumu dərk eləmək lazım idi. Bəli. Ona görə mən deyirəm ki, çox dəyərli nöqtə idi. Gəldi bu hadisələr, fikir ver, o bayaq vurğuladığına. Keçən yay Qədirxum günündə Allah Taala bir daha İslam ümmətinə sanki bir növ zalimlərin əli ilə bir qəfilləmə şilləsi vurdu. Qəfillədilər də. Bəli. Qəfilləmə şilləsi vurmaq istədi İslam ümmətinə. Buna fərqi yoxdur. Bu İranın daxilində də qəflətə düşmüş bir kəsimə aid idi. Bölgədə də, regionda da və hətta dünya səthində də sanki bir qəfilləmə şilləsi Qədirxum günündə gəldi. Və o Qədirxumdan bu Qədirxuma yeni dünya düzəninin qurulmasını göstərəcək müjdələr başladı reallaşmağa. Bəli, qəşəng vurğuladın. Acı hadisələrimiz var, şəhidlərimiz var. Da ali məqamlı rəhbər ondan o tərəfə ki, bir şəhid biz nə verək. Amma o Qədirxumdan bu Qədirxuma gəlib çıxmışıq və indi vəziyyət elə yerə çevrilib ki, yeni dünya düzəninin qurulduğu bu dönəmdə artıq Əli hakimiyyətinin carçıları çoxalır bu bir. Məzhəbindən, dilindən, dinindən, rəngindən, bölgəsindən asılı olmayaraq hamı Əlini artıq çağırır. Fikir ver. Bəli. Və iki, Əli hakimiyyətini qurmaq üzrə necə deyərlər, fəryad edən azadlıq sevər insanların qarşı tərəfə sürprizləri çoxalır bu günlərdə. Ki, son günlərdə baş verən hadisələr, qığılcımlar istəyir Fars körfəzində, istəyir o tərəfdə. Bunlar hamısı bunun bir növ müjdəçisidir mənim nəzərimdə. Və belə də qeyd etmək olar ki, əgər biz həqiqətən zuhuru gözləyiriksə və İmam Zamanın gəlişinin intizarında olanlarıqsa, bu cəbhəni o qədər güclü etməliyik. Çünki yəni mənim bildiyimə görə zuhurun şərtlərindən də biri budur ki, bu cəbhə gərək o qədər güclü olsun ki, dünya hegemonların qarşısında dayana bilsin. Bəli. Və bir daha qeyd edirəm, 2 gün bundan öncə Bloomberg bir yazı yazdı. O hadisələrə baxaraq ki, Beyruta hücumları başlatmaq istədi İsrail, yəni Livanın paytaxtına və İran ultimatum verdi. Dedi ki, əgər bu hücumlar baş verərsə, İsrailin şimalını biz yerlə yeksan edəcəyik və bu təhdidlərin nəticəsində onlar öz hücumlarını dayandırdılar və bu cəsarəti özlərində görmədilər. Və Bloomberg də yazdı ki, bu yeni dünya düzəninin yazılmağıdır. Ki, İran ultimatum verir və özünü regionun ağası bilən İsrail bu ultimatumdan qorxur. Özünü dünya hegemonu bilən Amerikaya mütəvəssit olur və kömək istəyir ki, onu bu vəziyyətdən çıxartsın. Bu da o göstərir ki, yəni yeni dünya düzəni artıq yazılır. İndi şərq güclərə meyilli olsa belə bu şərq güclərinin daxilində ən önəmli rol oynayan İrandır. Yəni bunu açıq-aşkar demək lazımdır ki, Amerika mifini dağıdan İran oldu. Amerikanın hegemoniyasını sındıran İran oldu. Çin olmadı, Rusiya olmadı. Bunu çoxları deməyə ola bilər çəkinsinlər, bəziləri ağır ola bilər onlar üçün İranın bu böyük nailiyyətindən danışmaq. Qəbul etmək istəmirlər. Qəbul etmək istəmirlər, amma həqiqət budur. Reallıq acıdır. Reallıq azıdır. Baxın, biz tarixə baxanda çox gözəldir ki, tarix yəni təkrarlanmağının o mövzusunu ki, gözəl qeyd etdin.
Britaniya hegemonluğu necə çökdü? Bu Böyük Britaniya ki, deyirlər ki, Britaniyada gün batmır, yəni Hindistandan Avropaya qədər var idi. Bir yerində gün batanda digər yerində gün çıxır. 1956-cı ildə Misir gəlir və Suez kanalını öz milliləşdirir və özünki eləyir. Və orada artıq icazə vermir ki, hamı oradan azad şəkildə istifadə etsin. Və bu istifadənin qayda qanunlar tətbiq edir və ya necəsə Britaniya gəlir Misirə qarşı orada zor tətbiq etməyə və o Suez kanalını açmaq istəyir. Suez kanalı ya Babul Məndəbinin də bir tərəfi, Qırmızı dənizin bir tərəfi Babul Məndəbdir. Yuxarıda isə Suez kanalıdır ki, Misirin kontrolundadır və strateji bir kanaldır. Və orada təbii ki, Misirin orada yəni köməkləri də olur. Amma əsasən də Amerikanın vasitəsilə və ya Sovetin də köməyi ilə olur. Amma Britaniyanın, Böyük Britaniyanın çöküşü hardan başlayır? Suez kanalını aça bilməməklə. O yerdə ki, artıq Böyük Britaniya qəbul edir ki, Suez kanalını aça bilmir, həmən hegemonluğun çöküşü başlayır və artıq görürük ki, yəni məsəl üçün 100 il keçməmiş, görürük ki, artıq o böyük o imperatorluğun çöküşün şahidi oluruq. Amma hal-hazırda Hörmüz boğazı həmən rolu ifa eləyir və görürük ki, artıq Amerika qəbul edib ki, Hörmüz boğazını aça bilməyəcək. Nəinki Amerika qəbul edib, hətta dünya qəbul edib ki, Hörmüz boğazı və dünya deyərkən əsasən biz kimi qeyd alırıq? O kəslər ki, Hörmüz boğazından istifadə edirlər, Hörmüz boğazından öz yanacaqlarını, enerjilərini, gübrə və ya alüminium və sair məhsullarını Hörmüz boğazına təmin edirlər. Onlar artıq qəbul ediblər ki, Hörmüz boğazı İranın milli bir ərazisidir və İranın tətbiq etdiyi rejimlə oradan keçid etməlidirlər. Necə ki, görürük ki, gündə 20-30 gəmi arası keçirlər və bu 20-30 gəmi İranın şərtləri ilə, İranlar dedilər ki, vergi deyil, biz burada təhlükəsizliyi qorumaq üçün və digər şey. Amma o ödənişi edirlər və oradan keçirlər. Yəni dünya artıq anladı ki, Amerikanın sözləri ilə deyil, İranla oturub danışmadılar və İranla nəticəyə gəlib bu Hörmüz boğazının İranın şərtləri ilə istifadə etməlidirlər. Və bu da yeni dünya düzəni Hörmüz boğazından başlamasını iddia edə bilərik. Bəli, çox gözəl bir tale bənzətməsi elədin ingilislə. Elə sən o ingilisi deyəndə fikrimə gəldi ki, elə bu Hörmüzlə onun bənzətməsi həqiqətən burada bir çox detallar var. Adam formata görə istəmirsən çox vaxt alınsın. Ki bu detalların ümumi şəkildə biri budur ki, məsələn bu abrah deyirlər də, su yolları, kanallar çox strateji əhəmiyyətə malikdir. Bəzən məsələn bəziləri bir tərəfindən baxır, nə bilim buradan enerji keçir. Xeyr, enerji deyil. Bəziləri deyir, nə bilim internet kabellər keçir. Yəni bunlar hamısı təklikdə deyil. Çox strateji, jeopolitik baxımdan çox strateji bir, məxsusən də Hörmüz hamısından həssasdır. Hörmüz bəlkə də bir ya ikinci həssas boğazdır. Mən biləm birinci. Bəli, birinci. Deməli, bir gözəl məsələ mənim yadıma saldım. İran necə, biz dedik, bəziləri qəbul eləmək istəmirlər, amma gəlin reallığı qəbul edin. Məsələn, biz danışanda nə deyirik? Deyirik ki, qardaş, Amerika, İsrail koalisiya təşkil etdi, gəldi İranla savaşdı. Bəli, İrana filan zərbələr oldu, bəzi ağır zərbələr vuruldu. Bu döyüş meydanıdır. Reallıqdır, biz bunu qəbul eləməliyik. Durub, məsələn, pərdələmirik ki, yox, İran Hollywood göstərmirik ki, İran bilirsiniz necədir? Durub göydə hamısını vurur, İrana bir dənə balaca bir çöp də dəymir. Xeyr, belə deyil. Təbii dünya ilə savaşır, belə olmaz. Asimetrik döyüşdən danışır. Bəli, söhbət ondan gedir. Və bir gözəl nöqtə, dünya qəbul edib və bizə belə deyək də, dünyanın qəbul etdiyini göstərən və Hörmüz boğazı mərkəzliliyi ilə yeni düzənin artıq yarandığını, artıq yaranmağa başladığını, nə ki, yaxında yaranacağını deyil, yarandığını göstərən faktlar hansılardır? Bunlara elə qısaca toxunsaq, bu özü bəzilərinin yadından çıxıbsa, bəlkə də bəziləri qərəz üzründən qəbul edir, bəziləri heç fikir vermir. Amma o fikir verməyənlər qəbul edər bunu. Bax, birinci nöqtə.
Baxırıq görürük ki, o sən toxunduğun nə Rusiya deyil, nə Çin deyil. Həqiqətən elədir. Nəinki nə Rusiya deyil, nə Çin deyil, İran kimi dünya güclərinin qarşısında birbaşa dayanan. Hətta Rusiya və Çinə belə hərbi, siyasi, hətta kəşfiyyat baxımından cürət verən İran oldu. Əhsən. Nəinki onlar deyil. Əksinədir, bax. Rusiya istəyir Ukrayna döyüşündə olsun, o şahid dronlarının döyüşün gedişatını dəyişməsi, hətta İranın Rusiyaya bir növ təlim keçməsi kimi oldu asimetrik məsələdə. İkincisi, bugün baxırıq, görürük ki, gör hardan hara gəlib iş. Ona görə mən bayaq dedim, birinci qədirdə Allah oyatdı, indiki qədirdəki və bugünkü gedən proseslər ki, sürprizləri göstəririk bir-bir olaraq. Bu iki qədir arasında çox məsələlər üzə çıxdı. Biri də bu idi, bax, Rusiya bugün vəziyyət o yerə çatıb ki, o qədirdən bu qədrə ki, Rusiya nəinki, məsələn, Rusiya ilə Çin görürdün, ictimai və siyasi arenada, məsələn, BMT-nin Təhlükəsizlik Şurasının iclaslarında filan bəsmən, Qəzza məsələsində qınamalar olurdu. Amma bugün Rusiya deyir ki, İranın dilindən, İranın ağzı ilə danışır onlarla. Deyir ki, BMT-nin Təhlükəsizlik Şurasının iclasında, bu yaxında, Rusiyanın nümayəndəsi deyir ki, İsrail Livana işğalını dayandırmalıdır və çıxmalıdır, qayıtmalıdır. Rusiya hələ belə açıq-aşkar. Yaxud da Çin. Çin bu günləri bəyanat verir ki, bir neçə gün bundan öncə sən də gördün də, Çinin Xarici İşlər Naziri çıxıb bəyanat verir ki, Tayvan məsələsində bizim suverenliyimiz pozulsa, Cənubi Koreya ilə Yaponiyadakı Amerika bazaları bizim legitim hədəflərimizdir. Çin belə bir bəyanat verməmişdi. Bəli, tərifələr olurdu, danışmışıq biz burada səninlə. Amerika tərifə qoyurdu, Çin də qaldırırdı yuxarı. İqtisadi müharibədə Çin baş-başa gəlirdi Amerika ilə, nadir məhsulların oraya ötürülməsində filan. Kəsirdi qabağını. Amma Çin bilir ki, Rusiya hələ yox. Çin iqtisadi artıq birinci gücə çevrilib deyə həddən çox siyasi və hərbi arenada, hətta kəşfiyyat baxımından, yəni bu təhlükəsizlik arenasında çox, burada deyirlər, dəst və əsa, çomaqla hərəkət eləyirdi, yavaş-yavaş. Bugün həmin Çin o yerə çatıb ki, Trump gedir, Çinə səfər eləyir, necə sınmış vəziyyətdə gedibsə İran döyüşündən sonra Trump, Çin, Xi Jinping Trump'a o boyda cəsarəti tapıb Trump'ı hər səhnədə sındırır. Bəli. Çin bugün dediyim o Amerikan deyir, hərbi Yaponiya və Cənubi Koreya. Çin Rusiya kimi bəyanat verir ki, İsrail təcavüzkardır. İranın fikir ver, hələ bunu biraz da geriyə qaytarsaq, İran vaxt var idi, Amerikanın media təbliğatlarına görə, məxsusən dediyin o birinci qədir məsələsindən bu tərəfə ki, ixtişaşlar da oldu burada. İranda müəyyən qədər kütlə var idi də, indi biz inkar edə bilmərik. Nə Qəzzə, nə Lübnan məsələsi. Biz neyinirik Qəzzəni, biz neyinirik Lübnanın kütləsi var idi ki, biz özümüzə, əsas özümüzük deyən kütlə var idi. İran vəziyyəti Allahın lütfi ilə o qədirdən bu tərəfə elə vəziyyətə gətirdi, həm də diplomatik arenada ki, indi əvvələn İranın özündə artıq çöldə bu 94 gecədir, 95 gecədir insanlar çıxır, özümüzdə görürük. İranın xalqı, hətta o belə yarım hicab görünənlər belə çıxıb deyirlər ki, Livan bizim qardaşımızdır. Bu birinci inanılmaz fakt. İkinci inanılmaz fakt dedik. İranın özündə inanılmaz idi ki, bu qədər cəmaat çıxıb Livana görə meydana tökülərlər, nəinki İrana görə. Bundan daha inanılmazı dediyim məsələdir. Rusiya və Çin İranın dili olub danışır beynəlxalq arenada ki, Livan da atəşkəsin bir hissəsidir. Bu, tamam 180 dərəcə hadisələrin dəyişməyi deməkdir. Çox gözəl yerə gətirdim. Mən bunu dəfələrlə qeyd etmişəm və yenə görürəm ki, bəziləri şərhlərdə yazırlar ya müraciət edəndə, tam hələ izah olunmuyor. Baxın, silahın olub-olmaması ya döyüş hazırlığının olub-olmaması bir mövzudur. O silahdan istifadə etmək, o döyüşdə daxil olmaq, o döyüşdə həmən silahdan istifadə etmək siyasi iradəsi tam ayrı mövzudur.
Çindən danışaq. Çinin hal-hazırda silahlarından danışsaq, 700-ə yaxın 5-ci nəsil, yəni müasir qırıcı təyyarəsi Amerikada varsa, 500-ə yaxında Çinin var idi. J-20, J-35-ləri. Yəni yuxarı bir, çox yuxarı bir şeydir. Yəni 400, 500, 5-ci nəsil qırıcı, bəli. Və digər J-17-ləri də var və J-10-lar da var. Hamısı da güncəllənir, upgrade olunur daima. Raketləri var. Məsələn, hidrojen raketi, hidrojen bombası yalnız Çində var dünyada. Və ya sualtı qayıqları və çox müasir bir ordusu var. Hətta Amerikanın ordusundan daha müasirdir. Daha böyük deyil ha. Baxın, bu çox önəmli məsələ. Daha böyük deyil, daha necə deyirlər, daha təcrübəli deyil. Çünki döyüş təcrübəsi yoxdur əsasən. Daha müasirdir. Yəni nə? Yəni İranın şahidlərini zərərsizləşdirmək üçün neçə milyon dollarlıq patriot istifadə edir Amerika. Çin amma PUA hücumlarının qarşısını digər silahlarla alır. Amerika hansısa bir hədəfi vurmaq üçün milyon dollarlıq Tomahawk işlədirsə, Çin daha ucuzdur. Yəni daha müasir, daha bugünkü döyüş taktikalarına uyğun bir ordu malikdir. Ucuz və keyfiyyətli. Bəli, ucuz və keyfiyyətli. Amma o silahlardan sən istifadə edibsənmi indiyə qədər? Xeyr. Yəni, demirəm siyasi iradə yoxdur və ya var, ya hədəfləri nədir? Amma siyasi iradə, İranda siyasi iradə var idi ki, müharibənin bilmirəm 5-ci, 6-cı gündə Donald Trump özü dedi ki, biz düşünməzdik ki, İran bütün körfəzi oda bürüyə. Onlar sayırdır, Qətəri vurdular, Kuveyti vurdular, Bəhreyni vurdular, Birləşmiş Ərəb Əmirliklərini vurdular, Ərəbistanı vurdular, Yordaniyanı vurdular. Trump'ın özü deyir, mən düşünmürdüm ki, İran belə bir cavab verə. Ağıllarından belə ki, Pete Hegseth'i parlamentdə ki, çağırmışlar. Deyirlər, Hörmüz boğazı bağlanıb. Niyə bağlanıb? O da deyir ki, Hörmüz boğazının bağlanmağın, dedilər, axır təzyiq altında etiraf etdi ki, Hörmüz boğazının bağlanmağın biz bu müharibədə nəzərə almamışdıq. Hesablamamışlar. Hesablamamışlar. Niyə? Bilirlər İranın Hörmüz boğazına olan kontrolu, yəni coğrafi baxımından üstünlüyü falan. Deyirlər ki, İranda o siyasi iradə olmayacaq ki, bütün dünyanın qarşısına 20% nefti bağlı. Kim bu işi görə bilər? Siyasi iradə mövzusu var burada. Ukrayna ilə 4 ildir Rusiya vuruşur. Mən indi Rusiyanı burada tərəfini tutmuram, Ukraynanı da burada pisləmirəm və heç bir. Yəni bizə yalnız İranda necə deyirlər? Misallarımızı göstəririk dünyadan. Yəni sadəcə bunu deyir, 4 ildir savaşır, bilir filan zərbəni Almanlar vurdular. Bilir bu raket Polşadan qalxdı, Ukraynadan qalxmadı. Bilir bu misal olaraq hansısa hücumu fransızlar dizayn etdilər Ukraynada, yoxsa Ukraynalıların İngiltərəlilər. Bəli, İngiltərəlilər, Amerikalılar siyasi iradə yoxdur Avropanın cavabı verə. Yəni o siyasi iradə silahın müasirliyindən, silahın sayısından və gücündən mən elə düşünürəm ki, daha önəmlidir. Siyasi iradə olmalıdır. Və o siyasi iradə də nədən irəli gəlir? Onun çoxlu mühüm faktları var ki, nələr səbəb olmalıdır ki, belə bir siyasi iradə baş verə. Birincisi, İranda o xalq ki, 90 neçə gecədir çöldədir. Niyə çöldədir? Mən əminəm və buna %100 də, yəni qətiyyətlə deyirəm ki, İrana ki, Amerika hücum etdi. İran belə o dəli adam stratejiyasıyla daxil olmasıydı meydana, bütün regionu oda bələməsiydi, bu qədər səviyyəli və bu qədər güclü cavab verməsiydi, bu xalq belə gəlməyəcəkdilər. Bu xalq əgər meydana gəlibsə, deyir ki, 47 ildir sanksiya, nə bilim, təzyiqlər, müharibə falan, hamısına dözmüşəm, hakimiyyətə deyir, lor dildə deyir, kişi adamsan. 47 ildə mənim əziyyətimin cavabını veribsən, bu günə hazırlaşıbsan sən. Silah baxımından, taktika baxımından, hər hansı baxımından sən bu müharibəyə hazırlaşıbsan deyə 47 illik əziyyətimin cavabını veribsən. Əgər İran belə döyüşməsiydi, xalq da gəlməyəcəkdi. Yəni o siyasi iradənin bir önəmi, ən önəmlilərindən də biri xalqın dəstəyidir. Əgər Rusiya hal-hazırda stratejiyanı dəyişibsə, nəyə irəli gəlir? Kiyevi görsüzdə, yəni misilsiz şəkildə, amansız şəkildə Kiyevi vurur və Kiyevi fələc etməklə Ukraynanı dizə çökürmək, təslim etmək istəyir. Bunu hardan öyrəndi? Biz ki deyirik, Rusiya edə bilmədi, Çin elə bilmədi. Rusiya Ukrayna edə bilmədiyini İran Amerikada etdi. İran Amerikanın bazılarını regionda yox etdi.
məhv etdi, darmadağın etdi. BBC neçə gün öncə dedi ki, bəli, biz onu, yəni hər Hələ dəfə senzura ilə eşidirik də, deyirlər, hər e? dəfə eşidirik. Bu dəfə BBC-nin açıqlamasına görə 20 Amerika bazası hədəfə alınıb ki, 14-ü artıq istifadədən çıxıb. Yoxdur. Bazalarda hansı hərəsi bir yekə rayon boyda bəlkə bazalar. Şəhərci idi də. Görsədirlər Çox böyük ucu bucağı yoxdur onların. Və hal-hazırda da Rusiya baxır həmən o dəli adam strategiyasına. Bu strategiyanı Trump həmişə yaxşı oynayır. Mən dəliyəm, məndən qorxun. Bu strategiya idi. İran gəldi bu müharibədə, deyir, sən dəlisənsə, mən səndən də dəliyəm. Birləşmiş Ərəb Əmirliklərini də vuracam. Hörmüz boğazını bağladı. Hörmüz boğazını bağladı. Donald Trump müharibənin ilk günlərində. Donald Trump deyir ki, biz təhlükəsizlik qoruruq, gəmilər etməsinə gəlsinlər. Neçə gəmi vurdu İran? Neft gəmisi ya, yəni hərbi gəmilər deyil, neft daşıyan gəmilər idi, konteyner daşıyan, qaz daşıyan gəmilər. Neçəsini vurdu İran? 7-8 dənə vurdu, axır baxdılar ki, yox, zarafatı yoxdur. Onu da gəlsə, 20-100-ü də gəlsə vuracaq İran bulan hamısını. Bu həmən siyasi iradədir ki, özündən göstərdi və hal-hazırda Çin ki gəlir Yaponiya və Cənubi Koreyada deyir ki, əgər orada Tayvan məsələsi olsa, oradakı Amerika bazaları bizim legitim hədəfimizi tam olaraq bu müharibədən öncəki İran ədəbiyyatıdır. Ki, Doktor Əraqsi, İran Xarici İşlər Naziri, Şəhid Larijani bir-bir getdilər region ölkələrinə, yazılı və şəfahi şəkildə dedilər ki, əgər müharibə olarsa, buradakı bazalardan istifadə olunarsa, bu bazalar və sizin əraziləriniz bizim legitim hədəfimizdir. Eyni ilə həmən sözü Çin hal-hazırda deyir. Niyə? Çünki görür ki, bu taktika Amerikanı çökürdə bildi. Niyə görür ki, bu taktika Amerikanı necə qorxutdusa, İranın Bəndər Abbasda bir balaca aeroportun kənarındakı bir antenanı hədəfə alırlar. İran Birləşmiş Ərəb Əmirliklərini də vurdu. 24 raşet vurdu Birləşmiş Ərəb Əmirlikləri. Kuveytin aeroportunda 68 yaralı var deyirlər. Kuveytin aeroportunda vurdu və 2 dənə oradakı Amerika bazasında vurdu. Bəhreyni də vurdu. 4 dənə ölkəni vurdu, ha? Birləşmiş Ərəb Əmirlikləri Kuveyti və Qətəri və İraqda Ərbili vurdu. Ha, yox, sonra hələ bu sonrakında da Kuveyt, Bəhreyn, Kuveyt, Ərəbistan, Ərəbistan Birləşmiş Ərəb. təsdiq olunmadı, amma bilmirəm vurdu yoxsa yox. Təsdiqləndirsə, rəsmi televiziyası verdi. Onda 5 ölkənin ərazisində vurdu. Elə Bir dənə anteni vurmağa görə, bəli. Və mən özüm baxırdım xəbərlərə həmən gecə. Dedim ki, başladı da müharibəyə. Amerika özünü hegemon bilirsə, bu biabırçılığa gəlib cavab versin. Sentikamın cavabı nə oldu? Atəşkəs yerindədir və hələ pozulmuyor. Bütün dünya görür bunu. O cümlədən Rusiya görür və o cümlədən Çin görür. Necə ki, müharibənin əvvəllərində Amerikanın o böyük ağıllı ekspertlər ki vardı, Scott Ritter kimi, Mersheimer kimi və ya digərləri nə deyirdilər? Dedilər ki, Rusiya ilə Çin baxır bizə və deyir ki, bunlar nə gün dəymişlər. Və məhz budur. Yəni onlar bu gedişatı görüb belə açıq-aşkar Amerikanı hədələyə bilirlər. Və əvvəldə qeyd etdiyim kimi Hörmüz boğazının bağlanmağı ilə Suez kanalının bağlanmasını bir yerdə görsək, yeni dünya düzənində Amerikanın artıq əvvəl demirəm yeri yoxdur, amma əvvəlki qədər gücü və hörməti və nüfuzu olmayacaq bundan sonra. Bəli, kifayət qədər lazım olan nöqtələrə də toxundun, elə bilirəm. Çox deməyi nöqtə yoxdur. Sadəcə İran dünyaya göstərdi ki, biz, sən dinlə, zarafat eləmirik. Bəli. Biz zarafat eləmirik. Dünya o siyasi iradəyə bağlıdır. Amma bunu deyirsən, siyasi iradə. İradə. Şəhid rəhbərimiz də buna çox toxunurdu. Ki, iradə mühümdür. Mühümdür iradə. Çünki siyasi iradə olanda sosial baza da arxondadır. Siyasi iradə olanda hərbi və nizami cəhətdən də güclü meydanda çıxış edirsən. Bugün həmin üçbucaq İranı Allahın inayəti ilə saxlayır. O Sərdar Musavi demişkən, raketlərin yanacağı insanlar xiyabanlarda milyonlar. Görürük də hər gecə. Yəni, belə deyək də, sözün həqiqi mənasında keyfiyyət və kəmiyyət baxımından, belə zahiri adam baxır, deyirsən, hə, indi yorularlar, bu gecə bir azaz çıxarlar. Xeyr, xalq kəmiyyət və keyfiyyət baxımından hər gecə, şuar baxımından, nə baxımından deyirsən, daha artığını istəyir və daha artıq iştirak edir. Bu üçbucaq xalq, cəbhə və siyasi diplomatik üçbucaq bu günləri artıq Amerikanın belini sözün həqiqi mənasında bölgədə və dünyada sındırıb. Bəli.
Və Amerikanın bu gün gedən bu qığılcımlar ki var, döyüş qığılcımları ki görürük. İran damarını tutub. Necə tutub? İstəyir böyük strateji baxımdan baxsaq, böyük müharibə və istəyir kiçik taktiki toqquşmalar baxımından baxsaq ki, bu gecələrdə baş verir. Hər ikisində İran bir şey edir. Sən o dediyin siyasi iradəyə qaytardığın o dəlinin qarşısındakı rəftar. Trumpa deyir ki, sən dəlisən, elə bilirsən ki, elə hamıya bu dəliliyi elədin, qorxutdun. Sözün həqiqi mənasında Putin də ehtiyat elədi. Bəli. Həqiqətən ehtiyat elədi. O 4 il Alyaska görüşü savaşdı. var idi. Ha. Düzdür biz deyirik Putin istəklərini. Amma yox, Putin nəsə verdi istəkləri ilə barışdırdı da indi dəli ilə. Və yaxud da Çin də indiyə qədər belə idi. Amma Bəli. 40 günlükdən sonra nə Putin, nə Çin baxdılar ki, bu belə yaxşı imiş ki. O Bəli. deyir, o necə deyirlər o daş qayaya rast gəlməlidir məsələsi. İran bunu göstərdi və niyə göstərdi? O siyasi iradə hardan qaynaqlanır? Mən dəfələrlə buna toxunmuşam. İranda inqilab necə başladı? Allahu Əkbər. Bayrağın da üstündə o qıraqdakı o xəttlər var, yazılar. Bəli. Xırda-xırda. Allahu Əkbər prinsipi. Allah bütün vəsf olunmayacaq dərəcədə böyüdür. Nəinki nədənsə böyüdür. Xeyr, vəsf eləyə bilmərsən Allahı. Yəni o əlçatmaz bu prinsipdir. Onu meydanda bu gün konkret göstərdi. Ki, istəyir böyük dediyim kimi müharibə, strateji baxımdan 40 günlükdə, istəyir də indiki qığılcımlar ki başlayır təzən. Burada görsədir, nə eləyir? O bir dənə eləyir. O burada deyirlər üfüqi şiddətləndirmə. Biri var Əhmudi, o Şaquli deyirlər bizə. Əhmudi xeyr. Üfüqi şiddət. Niyə də üfüqi şiddətləndirir? Həm ətraf bölgələrdə, həm İran xalqının içindəki zərər az olsun, həm xalqlara az zərər dəysin, həm də qarşı tərəfi yorur. Dəli ilə o cür oynayır. İndi o dəli də qarşısındakı cavabı, məsələn sən dediyin o Küveyt, Bəhreyn saydını bu son gecələrdə İran vurur bunları, Amerika bazalarını əlbəttə. Necə vurur? Sən deyən, qəşəng dedin, bir dənə anteniya, bir dənə dəkələ, bir dənə nəsə atdılar qovşağa. 3 qat, 5 qat şumladı da sözün həqiqi mənasında şumladı. Yəni nəyi göstərir? Sən elə fikirləşirsən ki, atəşkəs adı ilə saxladın və yavaş-yavaş damcı-damcı pozacaqsan, sonra həm qorxacaqsan, həm də güya taktika yürüdəcəksən ki, yox, atəşkəs pozulmayıb. Eyni Livandakı, Qəzzədəki hadisəni mənim başıma gətirmək istəyəcəksən. Xeyr. Burada da Amerikanın, belə deyək, ağzının üstündən möhkəm vurur ki, neynə vur, çəkilib dala demək deyirsən ki, atəşkəsi pozmamışıq. Sən vur, görəcəksən. Vurdu 3 qat. Amerikada baxır ki, hər tərəfli, istəyir psixoloji, istəyir insan qüvvəsi, istəyir də iqtisadi baxımdan ağır zərbələr dəyir buna. Bəli. Ona görə İran gözəl vurğuladın ki, siyasi iradəsini göstərir ki, mənim hər siyasi iradə prinsiplərə qayıdır. Mənim prinsipial baxışım Allahu Əkbərdir. Bundan qaynaqlanır. Ona görə mənim iradəm var. Çox gözəl. Atəşkəs deyəndə hal-hazırda ümumiyyətlə atəşkəs dönəmindən çıxmışıq və atəşkəs öz mənasında yoxdur. Yoxdur. Və hal-hazırda gərginlik artır və indi ya necə olacaq? Onlar böyük miqyaslı bir hücum, müharibə anlayışına daxil olmaq istəmirlər Amerika tərəfi. Və ya belə deyək ki, İran tərəfindən olan o zərbələrə hazır deyirlər. Amma istəmirlər də atəşkəs və stabilliyi İrana daxil olsun və İranda əsasən problem nədir? 12 günlük müharibədən başlayan bir müharibə kölgəsi bu ölkə ağırlıq edib. İran da əsasən hədəfi budur ki, bu kölgəni öz ölkəsindən uzaq etsin və bilir ki, bu bugünün sabahın prosesi deyil və bu 1, 2, 3 il davam edəcək. Ta ki, yəni ali məqamlı rəhbərimiz Ayətullah Seyyid Mustafa Xameneinin buyurduğuna əsasən Amerikanın regiondakı son əskəri buradan getməyən kimi də bu davam edəcək müxtəlif formatlarda. İstər geniş miqyaslı müharibə, istər məhdud atəşli zərbələri, istər diplomatik və istər siyasi arenada olan gedişat. Amma hal-hazırda o atəşkəs mənasında olan bir nizam və vəziyyət hal-hazırda hakim deyil burada. Və atışma baş verir də, görürsünüz də, Bəndər Abbası vurur, bu oranı vurur. İndi öncə necə idi? Məsələn, bir həftə bundan öncə necə idi? Bəndər Abbasda bir müəyyən zərbə vururdu, bir sürətli kateri vururdu.
və ya hansısa bir cəmiyyət orada nəsə müəyyən bir zərbə endirirdi. İran bir gün sonra mı, 12 saat sonra mı, bir neçə saat sonra mı qarşılıqlı cavab verirdi. Sonra gəldi və belə bir vəziyyət yarandı ki, Kuveytdə bir ağır raket vurdu və orada 5 Amerikanlı səhv etmirəmsə Reuters ya NBC News yaydı ilk öncə ki, Amerikanın 5 əskəri orada yaralandı Kuveytdə. Yenə bunlar nəqz etdilər atəşkəsi və o bir Bəndər Abbasda bir yeri vurdular və İran da şumladı. Yəni nə? Yəni 5 qat General Mohsen Rezai, Ali məqam rəhbərin hərbi müşaviri açıqladı ki, bundan sonra 5 qat ağır zərbə vuracaq. Yəni nə? Yəni İran deyir ki, əgər mənim hərbi iradəmi yoxlamaq istəyirsən, hərbi iradəm budur. Vuruşmaq istəyirsən, vuruşaq. Mənim əgər siyasi iradəmi yoxlamaq istəyirsənsə, mənim siyasi iradəm budur. Vuruşmaq istəyirsənsə, vuruşaq. Əgər mühasirə tətbiq etməklə mənim iqtisadi iradəmi yoxlamaq istəyirsənsə, mənim iqtisadi iradəm də öncəkilər kimidir. Mən torpaq yeyərəm, amma sənə imtiyaz vermərəm. İran hal-hazırda belə bir vəziyyətdə və hamısı da gəlir, yəni hərbi və iqtisadi iradədə bir növ siyasi iradədə cəmlənir. Geri addım atmır. İran geri addım atmayacaq və niyə? Çünki bilir ki, qarşı durma və duruş göstərməyi, müqavimət göstərməyin bahası təslim olmaqdan daha azdır. Yəni, bilir ki, mənim suverenliyim, mənim müstəqilliyim bu istiqamət göstərməkdəndir, bu təslim olmamaqdan gələcək və necə ki, Hörmüz boğazın bu günə qədər öz kontroluna artıq qəbul etdirib, çoxları deyirlər ki, Hörmüz boğazı niyə açıb, 30-35 gəmi ki keçir, səbəb olub ki, Amerikada 20 sent benzinin qiyməti düşsün. Burada cavab budur ki, ümumiyyətlə İran Hörmüz boğazını qərar deyil ki, sonsuza qədər bağlı saxlasın. Ki, Amerikada benzin qiyməti düşməsin deyə, elə deyil. İran müəyyən miqdar, məsəl üçün Qırmızı dənizə Babıl məndəbi heç vaxt bağlamadı. Necə ki, özü və ya müttəfiqləri Yəməndə və ya indi başqa müttəfiqləri Babıl məndəbi də bağlaya bilərdilər. Ərəbistanın neftini də bazardan silə bilərdilər ki, çox belə ciddi bir rəqəmdir. 5 milyon barel, 6 milyon barel istixrac edirlər gündə. Dünya ekonomiyasını çöktürmək məqsədi ilə eləmirəm bu işi. Baxın, o 30 gəmi ki keçir nə deməkdir? 130 gəmidən 30'u keçir. 3 ay dünyanın neftinin 20% bazarda olmayıb. Bu öz təsirini 20-30 gəmi ilə olmayacaq. Burada gündə 150-200 gəmi keçməlidir ki, 6 ay müddətində o 3 ayda olan ziyan əvəzlənsin. 30 gəmi ola bilər müvəqqəti, yüngül bir təsir olsun. Amma o 30 gəminin keçməyinin mesajı, o 20 sent benzinin qiymətinin Amerikaya düşməyinin daha önəmlidir. Bu deməkdir ki, Hörmüz boğazından istifadə edənlərin artıq 1/4 ya 25%-i İran rejimini qəbul edib, İrana vergi verib keçir. Digərləri isə məcbur onlar da vergi verib keçəcəklər və hətta vergi verib keçmək istəyənlər də var. İran icazə vermir ki, bu saydan daha çox keçid olsun. Və bütün bunları bir araya yığanda baxırıq ki, yeni dünya düzənində İranın böyük rol olacaq. Niyə? Çünki silahı deyirəm, heç kim baxmır ki, silah. Mən bundan öncəki söhbətdə də Yumruq Mediada Türkiyə misal gətirdim. İndi bəziləri narahat olmuşlar. Həqiqət budur. Reallıqdır da. Reallıq budur ki, baxın, İsrail 4 dəfə Türkiyə mövqelərinə hücum edib. Hansında cavab verə bilib? Siyasi iradə yoxdur ki, cavab. Qitələr arası raket düzəldi. 5-ci nəsil kan qırıcısını tutaq ki, real ola və həyata keçirilmiş olasan. Siyasi iradə yoxdur. Bir çox qardaşlara baxdım, o raket dedin, yadıma düşdü. Bəli. O raket videolarının neçəsinə baxdım mən. Bəli. Bir çox Türkiyəli qardaşlarımız özü komment yazmışdılar ora ki. Seçki kampaniyasıdır, nə bilim, bu nədir o, maketdir falandır. Türkiyə qardaşların özü inanmır ki. Hətta sən demiş, əgər varsa lap qəşəng olsun, biz üçün iftixardır İslam dünyası. Amma niyə var? Bəli. Axı bilirsiniz, raket təqdimatı belə olmur. Qardaş, maşın təqdimat etmirsiniz siz burada. Heç maşın da elə olmur. Yəni, hansısa maşını gətirib, hansısa sərgidə təqdimat eləyəndə, orada yekə bir monitorda bunun test drive'ları olur, bunun aerodinamikasından, bunun handlingindən, onların o fiziki
yoxlanışlardan da bir görüntülər qoydular ki, bu maşın misal olaraq səhralıqda belə sürür, meşədə belə sürür, asfaltda belədir. Axı raket belə Heç olmur. yuxarıda Raket qaldırmadılar. raket təqdimatı belə olur ki, bütün kameralar çəkir, bir ərazidən uçur və gedir digər yerdə filan nöqtədəki o hədəfi vura bilir. Şimali Bəli, bəli. Koreyasından tutmuş Amerikasına qədər hamısı belə təqdim edirlər öz raketlərini. Həmişə elədir. Da bunun təbiəti belədir. Və Şimali Koreya təqdim edəndə Yaponiyanın böyründə dənizə atır. Ki, Onlar da Yaponlara biraz- göstərir ki, baxın, indi sən əgər hər hansısa 6000 kilometr tərəfdə əgər bir düşmənin varsa həqiqətən, O da ona bir göstərməlisən də mövzu da, sərgidə. o özü bir mövzu düşməni Bəli. varsa həqiqətən. Həqiqətən əgər varsa, bəs yəni 6000 kilometr yerdə böyründə İsrail əgər sənin düşməndirsə, bəs sənin iqtisadi əlaqələrin və sənin Türkiyədəki İsrail səfirliyi və bunların hamısı raket istehsal etməmişdən öncə ticari əlaqələri kəsməlisən. Bəli. Hələ ən böyük raket elə o idi da. Bəli. Və bunu da deyim, İranın coğrafiyasına baxanda 1700 kilometr neçə ölkə fasilə var İsrailə. Türkiyə əgər həqiqətən siyasi iradəsi olsa və İsrailə qarşı ciddi şəkildə təhdid olsa, İsrailə daha böyük təhlükə ola bilər. Çox yaxındır da. Yox. Amma bu çox nigaran edici bir haldır ki, İsrail Türkiyədən heç bir təhdid hiss etmir. Sözdə, diplomatiyada və ya mediada deyilənlər deyil, əsas həqiqətdir və meydanda görünür ki, İsrail Türkiyədən heç bir təhdid hiss etmir. Əgər bir qeydin varsa, buyur, yoxdursa, Yox elə bilirəm kifayət eləyər. inşallah. Əziz izləyicilərimiz, bir daha Qədirxum bayramı münasibətilə sizləri təbrik edirik və bu günlük bu qədər idi. Növbəti bir görüşə qədər sizi böyük və mərhəmətli Allaha tapşırıram. Sağ olun, Allah'a emanet olun. Allaha əmanət olun.